Deməli, indi sizə biznes kartı necə hazırlanır, hansı ölçüdə hazırlanmalıdır, nəyə diqqət eləməlisiniz, indi onu göstərəcəm. Səhifəni yaradanda burada pixels yox, inç seçməlisiniz. Bu artıq vizit kartın ölçüsüdür. Onu qeyd eləməyiniz lazımdır. İnç ölçüsünü seçən vahidini seçib sonra artıq ölçüləri yazmağa başlayırsınız. Horizontal budur, vertikal budur. Horizontal şəkil hazırlayanda 3.5-in 3.5 height isə 2 edirsiniz. Vizi 3.5, height'ı 2 seçmiş olursunuz. Və orientation özü düzbucaqlı şəklində olmuş olur. Artboard'u isə 2 edirsiniz. 1 yox, 2. Çünki ön və arxa hissələri işləmiş olacaq. Color modumuz isə RGB yox, CMYK seçirik. Burada nida olmasına fikir verməyin. Sadəcə ki, diqqət dəyişikliyi edirsiniz. SMYK seçməyimiz rənglər ona uyğun adaptasiya olsun. Çünki çapa göndəriləcək. Artıq bu çap işidir. High 300 ppi olur. Preview modu defaultda saxlamış olursunuz. Create-ə basan kimi səhifəmiz açılır. Səhifəmiz açıldı. Bu səhifədə artıq biznes kartımızın bu ön hissəsidir. Bu isə ikinci artboard isə arxa hissəsi sayılmış olur. Təbii ki, nümunələrə baxırsınız, özünüz üçün nümunə seçmiş olursunuz. Ona uyğun detalları tapırsınız. Burada məsəl üçündür, hansı nümunə istəyirsinizsə, ona uyğun. Eynisini hazırlamayacaq, amma ilhamlanacaq. Hətta bir neçə dənə seçə bilərsiniz. Bayağı biri var idi. Tamam. Backgroundumuzu birinci yaradırıq. Adi bir şəkildə background çəkirsiniz. Background çəkəndən sonra stroku bağlayırsınız. Stroku olmamalıdır. Ancaq iç rəng olmalıdır. İç rənginizi verirsiniz. Artıq hansı rəngdə istəyirsinizsə o rəngi vermiş olursunuz. Brendinizə uyğun təyin olursunuz. İndi düşünək ki, özüm üçün hazırlayıram biznes kartı və ona uyğun rəngləri seçim eləmiş oluram. Yəni sizin özünüzə də verəndə, tapşırıq verəndə özünüz üçün biznes kart hazırlayacaqsınız. Uğurlu olsa, sonra hətta onu çap da eləyərik. Bir biznes kartınız olmuş olar. Background-unu yaratdım. Ortaya logomu yerləşdirirəm. İndi loqonu yəni adi bir şəkildə özün belə bir işarəli bir şey eləyəcəm. Deməli, bura tünd olduğu üçün bu işarəni ağ eləyirəm. Və ölçülərə diqqət eləməlisiniz. Ölçülər necə olmalıdır? Bu ölçülər, deməli, Keywords nümunələrə çox baxmalısınız. Bunun üçün nümunələrə çox baxandan sonra buradakı yer alan detallarda səhifənin tam ortasında olmasına fikir verirsiniz. Tam ortasından olmasından da əlavə sağı və solu nəzərə alırsınız. Yuxarıdakı məsafə ilə sağdakı məsafələrin eyni olmasına gətirib çıxartmalısınız. Amma bu işarədən işarəyə təbii ki, dəyişir. Durumlar buna görə dəyişmiş olur. Yəni bizdə məsəl üçün işarə elədik ki, hə, bu məsəl üçün eləmək olar bunu sağdan da soldan da eyni məsafədə. Bunları məsələn necə ölçə bilərsiniz? Ya bir dənə fiqur götürürsüz. Fiquru məsələn atırsınız bura. Bu fiqur bu ölçüdədir. Baxırsınız, görürsünüz ki, bunu tərsinə çevirirsiniz. Yəni eləyirsiniz 90 dərəcə. 90 dərəcədə baxırsınız, görürsünüz ki, yəni gəlib çatır bura, yoxsa gəlib çatmırsa, onu biraz da böyütmək deməli lazımdır. Onu biraz da böyütürsünüz ki, eyni məsafəli olmuş olsun. Təxmini olaraq yəni. Ya da ki,
onun incə görsənməsi. Məsələn, bax belə çox böyük oldu. Biraz hətta çox böyük görsənir də. Amma əslində o bir balaca balacalaşdırmaq daha tövsiyə olunandır. Ümumiliklər olaraq. Və sadəcə loqonun işarəsini seçirsiniz. Align bölməsində. Bunu artıq bilirsiniz. Horizontal Align Center-a bir dəfə basırsınız. Bir dəfə də Vertical Align Center-a tıklayırsınız. Tam background-un mərkəzində olmuş olur. Background zadı seçməyə ehtiyac yoxdur. Birbaşa olaraq sadəcə loqonuzu ancaq seçirsiniz. Yəni işarə seçirsiniz və bu şəkildə Align-ın horizontal align center-a, bir dənə də vertical align center-a klikləyərək background-unuzun tam mərkəzində tuzdurursunuz. Biznes kartda ideya düşünmək rahatdır. Amma onun yığılmasında daha çox rol oynayan simmetriyalardır. Simmetriyalara daha çox diqqət eləməlisiniz. İndi məsəl üçün şirkətin adı da varsa, lap tutaq ki, bunu Lorem Ipsum eləyək. Buna bir font təyin verək. Deyək ki, budur loqomuz. İşarəni demək biraz da balaca eləməliyəm. Bunları seçirəm, bunları mərkəzləşdirirəm. Sağ düymə basıb qrup eləyirəm. İndi bu ikisi bir yerdə bunu mərkəzə qoymalıyam. Align-la horizontal align center, bir dənə də vertical align center. Və tam mərkəzdə olmuş oldu. Bunu biraz da böyütmək olar. Minimalist şəkildə. Bunu yerləşdirdik. Logomuzu yerləşdirmiş olduq bura. İstəyirəm ki, background-umu hazırlayım indi. Birinci səhifədə bu background-a yer verə bilərsiniz. Məsəl üçün, istifadə edə bilərsiniz, kurvi tool-la nəsə çəkə bilərsiniz, fiqurla nəsə çəkib hazırlaya bilərsiniz. Hətta rectangle grid tool-la, polar grid tool-la da nəsə işləyə bilərsiniz. Spiral tool-la da, spiral tool necə işləyir? Bunu onu göstərim sizə. Spiral tool-umuzda, spiral tool seçəndən sonra bu şəkilləri spiral, mouse bas saxlayaraq belə spiralları çıxardır sizə. Bunlar hazır. Sadəcə bunun sonra bax, rəngi yoxdur. Görürsünüz, seçmişəm, rəngi yoxdur. Rəngi yoxdursa strokumu seçirəm. Bir dənə strokuma rəng verirəm. Buradan da strokumu azaldıb artıra bilərəm. Məsəl üçün bu şəkildə. Məsəl üçün spiralda qırağa qoyuram. Qıraqdan görsənsin. View, trim view eləyirəm. Qıraqları kəssin. View, trim view eləyəndə qıraqlar kəsilir. Ancaq bu şəkildə görsənmiş olur. Və hətta bunu lap qırağa belə biraz fırladıb düzəltsək, qırağını görsənmir. Bu vizit kartımızı məsələn background-da istifadə edilə bilər. Bu şəkillərdə filanı məsəl üçün. Və yaxud da belə qoymaq olar. Bu üsullar. Bunu hətta bu spiralı üstünə 2 dəfə basıb, spiral toolu seçirsiniz, gəlirsiniz mouse-la 2 dəfə üzərinə klikləyirsiniz. Spiralda açılmır. Bunlar rectangle polar grid-də idi. Spiralda sadəcə bir dənə element verir bizə. Yox, açılır. Toolun özünə yox. Bu birlərində toolun üzünə basanda açılırdı. Burada isə spiralı seçirsiniz, boşluğa 2 dəfə klikləyirsiniz və interfeys açılır. Bu interfeysə görə segmentinizi seçirsiniz. Neçə segment olsun. Disayı seçirsiniz, neçə faiz olsun. Məsələn, 50 eləsəm, bu isə radiusudur. Radiusun dərəcəsidir. Bunu OK eləsəm, artıq spiral şəklində olmur, belə burulma. Biraz burulma şəklində olur. Çünki azaltdım faizini. O fırlanma faizi idi. Hansı ki, bu fırlanma faizidir. Bunu məsələn 90 eləsəm, 90% fırlanacaq. Qıraqda görsənməməsi səbəbi trimview elədiyim üçündür. 90% fırlandı. Bu şəkildə istədiyiniz kimi spirallarınızı yarada bilərsiniz. Backgroundları detal kimi istifadə eləmək üçün çox uğurludur. Və yaxud da bunu götürəm, kopyalayıram. Ctrl-C, Ctrl-V. Ondan sonra biraz belə qıraqdan boyuram, bucağını dəyişirəm. Yaxşı deyil. Hoşuma gəlməsə silirəm. Yəni, spiral toolu da bu şəkildə istifadə edə bilərsiniz. Burada arc toolumuz da var.
Bu bölməni bitirim sizlə. Bunları bilirsiniz. Spiralı da bildiniz. Line segmenti də bilirsiniz. Bir də arc tool'umuz var. Arc tool bu da bu şəkildə burulma xəttə yaratmaq üçündür. Arc tool'da sonra curve tool'la da gəlib onları oynada bilirsiniz istədiyiniz kimi. İstədiyiniz kimi kurvetinalı oynatmağınız mümkündür. Sadəcə hazır bir arc tool onun üçündür ki, hazır belə burulmalar eləmək üçündür. Amma o halbuki kurvetulla da eləmək olur. Və ya da arc tool seçib, üzərinə 2 dəfə basıb, buradan da onun burulmasını təyin edə bilərsiniz. Bu x, y-dir. X, y tərəfdən ölçüsü nə qədər olsun. Bu type tərəfi də open və ya closed olsun. Open açıq şəkildədir. Closed isə bağlı, nə mənada bağlı? Məsələn, bayaq gördüyünüzdə açıq şəkildə burulmuşdur. Amma closed eləsəm, OK eləsəm, o bu şəkildə çıxır. Getdi. Hə, indi çəkəcəm. Baxın, bağlı. Və belə. Yəni, o burulma hissəsindən sonra boş qalan hissəni bağlı eləmiş olur. Hazır bu şəkildə əldə eləmək üçündür. Bunlar bu şəkildə işləyir. Bunlardan istifadə elə bilərsiniz backgroundlarınız üçün. Və indi ya da bir dənə sadə fiqurdan istifadə edirsiniz. Bir dənə belə çəkirəm. Hatta ki bunun rəngini verirəm qırmızı. Məsəl üçün, qırağından bu şəkildə və yaxud da ki, üstünə kurvetol nöqtə atıb, nöqtəni bir balaca və yaxud da belə genişləndirə bilərəm. Məsəl üçün, bu oldu mənim vizit kartımın dizayn stili. Birinci üzü. İkinci üzdə də bu stili qorumalısınız. Yəni, ikinci üzdə, birinci üzdə başqa fiqurlar eləyib, başqa detallar eləyib, ikinci üzdə başqa element, başqa detallar eləyə bilmərsiniz. Bu, yəni, uyğun olmayacaq ki, stil pozulacaq. Əgər başqa bir detal eləsiniz, başqa rənglər versiniz. Amma ikinci üzdə ağ rəng eləyə bilərik. Çünki alternativ rəngimiz var. Və yaxud da qırmızı eləyə bilərik. Səhifəni tam qaplayacaq şəkildə olmalıdır. Ağ eləyirik. Yəni, backgroundunuz özü ağ olsa belə, yenə də siz ağ verməlisiniz. Sonra, bax, backgroundumuz var. İndi ikinci üzdə artıq şkala ilə işləmiş olur. Ctrl-R basırıq, Ctrl-R. Bir dəqiqə gözləyin. İkinci üzümüzdə, səhifəmizdə artıq biz şkalamızı işlətməliyik. Ctrl-R edirik. Ctrl-R eləyəndən sonra şkalamızı çıxardırıq. Və indi şkala görsənmir. Səbəbi budur ki, Trim View eləmişik. View, Trim View təzədən klikləyirik. Qıraqlar açılır və indi şkala görsənir. Bu bizim şkalamızdır. Hansı ki, səhifəni tənzimləməyimiz üçündür. Bu yazılarda istifadə edilir. Backgroundlara aid deyil. Yazılarda yazıların hər tərəfindən simmetrik olması üçündür. 4 tərəfdən məsafəni eyni verir. Buradakı məsafə nə qədərsə, hər tərəfdən o qədər veririk. Buradakı məsafəni hesablamamız üçün bir dənə də bura şkala qoyuruq. Səhifənin ucuna bu şəkildə qoyuruq. Və hesablayırıq. Bax, 0-dan bura nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 7 yarım filan. Tam 8 deyil. Hər yerdən o dərəcədə verməliyik. Bu tərəfi hesablayanda buradan hesablayırıq. Bu tərəfdən buradan hesablayırıq. İndi mən gözü yarı şəkildə vermiş olacağam. Gözü yarı şəkildə də vermək olar. 4 tərəfdən eyni verdik. Bu onun üçündür ki, yazını kontakt hissəsinə artıq qoyanda biz şkalanın üstünə yerləşdirəcək. Şkaladan qırağa çıxa bilməz. Adımı, soyadımı yazıram. Fontumu seçirəm. Bir dənə fontla getməliyik. Logoda başqa font ola bilər, yazıda başqa font ola bilər. Görə bir də ailəsi olan fontlar tapmalısınız. Bunun ailəsi yoxdur. Yəni qalın, nadir falan bu tipli olan fontları tapmalısınız.
Software Sans. Məsələn, bunun ailəsi var. Nə qədərdir? Bunu eləyirik biraz qalın. Və qoyuruq ha bura şkalanın üstünə. Və belə olmaz ha, belə olmaz. Və ya da şkaladan aralı da olmaz. İmini şkala hardasa o şkalanın üstünə qoymaq lazımdır. Vəssalam. Bu səliqəli şəkildə olur. Ölçüsü isə təxmini olaraq 10-15 ölçülərində olmalıdır. Məsələn 15. Bu yazdan yaza görə dəyişir. Sözün sayına, hərflərin sayına görə dəyişir. Maksimum 15 daha yaxşı olur vizit kartda. Və yaxud da bunu bəzən ola bilər ki, ortaya qədər uzada biləsiniz. Amma bu boyda çox kobud görsənirsə, onu artıq azaltmalısınız. Və bu burada qalmış olur. Aşağıda vəzifəni yazıram. Baş hərf böyük, qalanları balaca, bu şəkildə stil verə bilərsiniz. Və bunun da bu boyda eləmirəm. Yəni bu ad soyadım nə qədər böyükdürsə, götürüb vəzifəni də o qədər böyük eləyə bilmərəm. Biznes kartda bu xırdalıqlar çox önəmlidir. Bu xırdalıqlara diqqət eləmək. Çünki biznes kartda estetikliyə sahib olacaq durumlar bu xırdalıqlarla işlənilən zaman olmuş olur. Və bunu biraz bağdaşdırıram. Estetik görsənən şəkildə bu tiplərdə. Hardasa o da 7-10 filan belə ölçülərdə olmalıdır. Bunu da nazik şəkildə eləyirəm. Okey. Və biraz yaxınlaşdırıram. Nə çox yaxın olmalıdır, nə çox uzaq olmalıdır. Yəni belə eləyə bilmərsiniz də. Balansı biraz qorunmalısınız və bu da şkala tərəflərdə olmalıdır. Ad, soyad, vəzifə hazırdır. View-ün trim view eləyəndə onsa şkalalar itir. Belə görsənmiş olur. Hər tərəfdən səliqəli şəkildə. Təzədən view, trim view elədiyiniz zaman şkalalar açılır. Və burada da artıq kontakt hissəsini yazıram. Məsəl üçün istifadə edirəm bir dənə dairədən. Hər şeyi qapqara eləməyiz vacib deyil. Amma yazılar boz, qara şəkildə olsa daha yaxşı olacaq. Bunu eləyirəm qırmızı. İşarə eləm qırmızı. Hətta bunu stroka keçid eləyirəm. İki rəngə stroklu. Və bu qədər məsafədə biraz daha aralı qoymalıyım. Yəni rahat bir barmağın yarısı qədər məsafə olmalıdır. Çox yaxın olmamalıdır bunlara. Aralı bir durum olmalıdır. Bunu da şkala tərəfə qoyuram. Və yanında da artıq məsəl üstəki nömrəsi. Nömrə tutaq ki, məsəl. Nömrə qeyd elədim. Və burada da nəyə diqqət edirsiniz? Bir dənə fonddan işlətdik amma ailəsindən istifadə edirik. Ad, soyad qalın oldu. Vəzifə nazik oldu. Əlaqə nömrə, artıq kontakt hissəsi, əlavə məlumatlar hissəsi, məsəl üçün, orta qalınlıqda eləmək olur. Məsəl üçün, regular eləmək olar bunu. Bu nə idi? Bu, məsələn, semi-bolddur, bu lightdır, bu da orta regular tərəfdən istifadə edirsiniz. Bunu da ölçüsünü diqqət edirsiniz. Çox böyük olmamalıdır, estetik şəkildə görsənəcək durumda olmalıdır. Yəni, nə çox böyük, nə çox balaca və tam orta ilə olmalıdır. Və sonra ardıcıllıqla, bu çox balaca oldu. Okey. Bu, məsəl üçün, idarə edər. Və bunu ikisini seçirik. Alt düyməni basıb saxlayırıq. Mausu gətirir yazının üstünə. Alt düyməni basıb saxlayırıq. Alt düyməni basıb saxlayaraq mausu klikləyib çıxardırıq dublikatını. Və bir məsafə təyin edirik. Buraxırıq. Birinci mausu buraxırıq, sonra alt düyməni buraxırıq. Sonra da Ctrl-D. Və öz məsafələrini qoruyaraq, öz məsafələrində digər bölmələri bizə verdi. Sonra da biz rahat şəkildə məlumatlarımızı dəyişirik. Bir də burada yazılan məlumatların ölçüləri eyni olmalıdır. Məsəl üçün, bu 10.77-dirsə, bu da 10.77 olmalıdır. O biri də, digəri də. Yəni, nə qədər uzansa da belə, yenə də ölçüləri eyni olmalıdır rəqəm olaraq. Bu, məsəl üçün, email. Bu, tutaq ki, web sayt və yaxud da ünvan.
Məsəl üçün ünvan. Bu şəkildə kontakt hissəmizi tamamlamış oluruq. Bunları məsəl üçün istəsəz daha səliqəli eləmək, onda ayrı-ayrılıqda qruplaşdırmalısınız. Shift-i basıb saxlayıb, məsələn, bu iki elementi seçib sağ düymə basıb qrup eləyirik. Bunu da ayrıca seçib qrup eləyirik. Bunları ayrı-ayrılıqda qrup eləyirsiniz. Hansı ki, align-la daha səliqəyə sala bilərsiniz. Hamısını bir qrup eləsəz, align-la səliqəyə sala bilmirsiniz. Sonra seçəndə artıq bunlar partiya seçirsiniz shift-lə. Sonra align bölməsində, səliqəyə sala. Səliqədədir. Sonra istəsəz biraz da bunu böyütmək olar. Vəssalam və şkalanın üstünə. Bura üçün də bir background üçün də bura bir şey tutaq ki, qırağı eləmək istəyirsə, məsələn, bura bir şey eləmək istəyirəm. Yəni bura background çəkdim. Pipetkanı götürdüm. Buradakı qırmızıya kliklədim. Qırmızı bura düşür. Burada belə bir element. Logomu da götürüb Ctrl-C, Ctrl-V. Logonu pipetkanı götürürəm, qara eləyirəm. Və loqonu tutaq ki, qoyuram bura. Və bunu balacalaşdıram. QR kod da qoymaq olar. Və bu da şkalanın üstündə olur. Sonra View, Trim View eləyirəm və vizit kartımın son halına baxıram. Bu məsələ tutaq ki, maniçilik yaradır. Bunu qaldıram yuxarı. Burada qalmış olur. Və yaxud da ki, belə də eləmək olur. Hansı ki, maniçiliklə yaranmasın. Və son. Logo da burada, buradakı ilə paralel şəkildə. Bunu istəsə biraz da qırağa çəkə bilərik. İndi bunu trim view eləmişik deyə. Bunu götürüb bura qoyuruq. Dörd tərəfdən eyni məsafə, buradakı məsafələrlə buradakı məsafələr eyni şəkildə olmalıdır. View, trim view eləyirəm. Vizit kartım səliqəli şəkildə hazır olmuş olur. Sonra da bunu gəlirəm file. Hər şey export edirsiniz. Belə hər şey seçirsiniz. Hər şey seçilir. Object. Gradient olanda amma gradienti seçmirsiniz. Gradient export edilmir. Çünki gradient export ediləndə qırı-qırı xəttlər yaranır. Gradientdən başqa hər şey export edirsiniz. OK eləyirik. Gəlirik file, save as, açılır, save your computer falan seçirsiniz. Hara saxlanət eləmək istəyirsiniz, oranı seçirsiniz. Adını yazırsınız. Burada əvvəl AI kimi, AI kimi saxlanət edirsiniz. AI faylında saxlanət edirdiniz. Adobe Illustrator faylı. Bunun üzərinə basırsınız. Burada PDF var. PDF-i seçirsiniz. Hara save eləmək istəyirsinizsə, oranı seçirsiniz. Kaydetə basırsınız, belə bir pəncərə açılır. Bu pəncərə dəymirsiniz. Olduğu kimi qalır, dəyişdirmirsiniz. Save PDF-ə basırsınız. PDF şəklində save olur və gəlirik PDF-imizi açırıq. Burada PDF-imiz hara düşdü? Açırıq bunu və bu da bizim biznes kartımız. Və bunu göndəririk çapa, bizim üçün çap eləyib biznes kart çıxardılır. Artıq sayı nə qədər istəyirsə, ona uyğun o sayıda çap olunur. Başa düşdünüz biznes kartının necə hazırlanmasını? Bəli. Nəsə qaranlıq qalan, çətinlik çəkəcəyiniz bir situasiya var burada? İndi yox. Tamamdır. Okey. İndi sual cavab sonunda sizə ev tapşırığını deyim, qeyd eləyin. Evdə nə edəcəksiniz? Instagrama yadında olar. Yox, qeyd eləyin. Sonra uzanır, yadımdan çıxır, ya nəsə olur, başqa şey olur. Bundan sonra tapşırıqları dərsin sonunda verəcəm. Özünüz üçün qeyd eləyin onu. Deməli, loqo hazırlayacaqsınız. Loqo nə olacaq? Birincisi, söz yadıma çıxdı. Office Penguin. Office Penguin. Görürsünüz də. Ekran görsənir də. Yox, yazdım. Baxın. Bax, bu office, Aha. bu sözü, bu Hı -hı. sözə uyğun loqo hazırlayacaqsınız.
Bu sözün mənasına uyğun. Amma bu belə şeylər eləmirsiniz abi, belə yox. Bayaqlar Ramin Yok biz. abi o tərzləri minimal. Hı hı. Elədim. Mesela ofis sözünü xatırlayacaq işarə ayrıca, penguinin işarəsi ayrıca, minimal, az xəttlərlə. Baxmanız görməsi 2 dənə, 3 dənə xəttlə nəyisə izah eləməlisiniz. Və bunu hazırlayırsınız Office Penguin. Sonra eee, Glass Planet bu sözə uyğun hazırlayırsınız. Logo, Glass Planet. Qeyd elədiniz. Hı hı. Yazıram. Sonra bir dənə biznes kart hazırlayırsınız öz adınıza, qrafik dizayner üzrə. Hı hı. Sonra bir dənə də biznes kart hazırlayırsınız Papa John's üçün. Papa John's firması üçün onların rənglərini, brendin rəngini qoruyaraq hazırlayırsınız. Font tərzini qoruyaraq hazırlayırsınız. Papa John's üçün biznes kart. Qeyd elədiniz. Evet. Ee, Sonra bir dənə logo hazırlayırsınız. Cheesy location. Bu sözə uyğun. Cheesy location sözünə uyğun logo hazırlayırsınız. Neçə dənə tapşırıq oldu? 5. Bir dənə də geometrik, yəni grid sistemli xəttlərdən monoqram loqo hazırlayırsınız. Ə, Belə bir şeylər. And grid logo yaza bilərsiniz. Belə tərzli ya da Tamam. belə tərzli loqo hazırlayırsınız. O biri şeyləri də unudun, o biriləri tapşırıqları unudun. Ancaq bunlara fokuslanın. O birilər lazım deyil. 6 dənə oldu. Oldu. Bu 6 dənəsini ikinci günə göndərirsiniz. Yəni ikinci günə qədər, ikinci gün özündə də göndərə bilərsiniz. Şəkil kimi göndərin. Yəni telefonla şəklini çəkib göndərməyin. Girdiniz, Tamam. Takip edeceğim. hə, file, export, save or web açıldı. Burada sizdə GIF yazılacaq. Siz bunu seçirsiniz və bunu seçirsiniz. PNG 24. Save Hı düyməsinə hı. basırsınız. Harada saxlanı etmək istəyirsinizsə, OK eləyib saxlanı edirsiniz. Şəkil kimi göndərin mənə. İyi. Bu videonu da göndərəcəm sizə. Çox bu qədər. Sözüm Oldu. yoxdursa Teşekkürler. haberləşərik. Evet. Uğurlu günlər. Sağ olun size de. Sağ olun.